Uşaqlar, düşünməyin ki, müəlliməniz təkcə dərs keçir. Müəlliməniz mətbəxdə də hamaratdır. Hamarat şübhəli. Bilinçlə hazırlamışam. Digər dərsə qədər hal-hazırda 15 dəqiqə vaxtım var. İstədim biraz atışdırım, biraz da sizlə söhbət edək. Ənənəvi şagirdlərimə də pizza sözü vermişəm. Demişəm ki, öz əllərimdən pizza hazırlayacağam. Amma vaxtım olmur təəssüf ki. Bir səbəb bu, digər səbəb də ənənəvi şagirdlərimi hazırlasam, onlayn şagirdlərim küsəcək. Bu aralar uşaqlar, burada da çox aktiv ola bilmirəm, video paylaşa bilmirəm son bir neçə gündür. Surət qruplarım, sınaq qruplarım, video izahlar göndərirəm, əlavə dərslərə qoşuluruq. Çox vaxtım olmur. Sizə istəyirəm biraz nəticələrimiz haqqında danışmaq uşaqlar. Mənə həmişə yazırsınız ki, bir aya, imtahana bir ay qalır, bir ay bir həftə qalır, balımı 30 baldan neçə bal artıra bilərəm? Uşaqlar, mənim 2 həftəyə 20 bal, 3 həftəyə 30 bal, 2 dərsə 12-13 bal artıran abituriyentlərim var. Bu nəticələr üçün Instagram storylərimi izləyə bilərsiniz. Sınaq dərslərimiz üçün aylıq ödəniş cəmi 20 manat təşkil edir. Sınaq qruplarıma əl yazma qeydlərim də göndərilir. Qısa, konkret, sırf buraxılış imtahanına düşən sual tipləri üzərində işləyirik. Real buraxılış imtahanları üzərində işləyirik. Siz qruplara qoşularaq qısa müddət ərzində nəticənizi artıra bilərsiniz. Dərslərə qeydiyyat və ətraflı məlumat üçün mesaj bölməsinə ad, soyad, oxuduğunuz sinifi qeyd edin. İndi isə öz hazırladığım birinci dadına baxaq. Onun üzərindən 9. Duzu birazcık az olub.